uşaqların tərbiyəsində, öyrədilməsində və inkişafında ən uyğun yollardan biri konstruktiv yanaşmadır. Yəni, bir şeyi qadağa edərkən də, izah edərkən də onlara bunu izah etmək, izah şəklində, cəzalandırdıqda isə bunu disiplina ilə cəzalandırmaq, yəni qadağalarla cəzalandırmaq və özünü kəşf etməsi üçün münbit şərait yaratmaq. Ən əsas nöqtələrdən biri isə uşaqlara özünü dəyərli hiss etdirməkdir. Burada uşaq özünü dəyərli hiss edəndə, yəni bir ailədə uşaq dəyərli olduğunu hiss edir, öz daxilində bu onda sevinç hissinə, öz güvənə səbəb olur və gələcəkdə inkişaf etməsinə yardım olur, daha açıq, daha ünsiyyətçil olmasına, yeniliklərə açıq olmasına şərait yaradır və uğurlu bir insana çevrilməsinə gələcəkdə təbii ki də münbit şərait yaradır. Yanlış tərəfi isə təbii ki də destruktiv tərəfidir. Yəni, şiddət yönümlü cəzalar, belə deyim, bağırtı və yaxud şiddətin hər hansı bir növ yönümlü cəzalar, izah etmə, dəyərsiz hiss etdirmə isə təbii ki də yanlış, uşaqların tərbiyəsində yanlış yönüdür. Çünki uşaq özünü dəyərsiz hiss etdiyində, bu təbii ki ən yaxşı halda, təbii ki dırnaq içində yaxşı halda onu inkişafdan gələcəkdə geri saxlayır, daha özünə qapanıq, daha çəkingən, daha başqalarının fikrini önəmsəyən, daha qeyri-sərbəst bir insana çevirir. Pis hallarda isə təbii ki depressiyaya, başqa bir psixoloji xəstəliklərə və başqa bir pis hadisələrə, pis bir insana dahi belə çevrilməsinə gətirib çıxardır. Demək ki, indi bu izah etdiklərimi mən özüm üçün burada öz lövhəmdə qeyd etmişəm. Formul olaraq indi onu sizlərlə paylaşmaq, sizə göstərmək istəyirəm. Burada konstruktiv və destruktiv tərbiyə növlərini burada qeyd etdim formul olaraq. Deməli, burada qeyd etdiyim kimi birinci uşaq, yəni bu U hərfi uşaq plus konstruktiv öyrətmə, yəni öy qısa olaraq və konstruktiv öyrətmə və konstruktiv tərbiyə nəticə olaraq nədir? İnkişaf, inkişaf. Destruktiv yol isə uşaq plus destruktiv öyrətmə, tərbiyə. Nəticədə isə inkişafdan geri qalma, yəni geri qalma olaraq qısa yazmışam. Depressiya və s. Başqa negativ hallarla üzləşilir. Onun üçün valideynlər övladlarının tərbiyəsində zənnimcə bu cürə şeylərə diqqət etməli, daha konstruktiv yolla uşaqların tərbiyəsinə, öyrədilməsinə yanaşmalıdır. Uğurlar və ancaq irəli.